Salam aleyküm, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Bugün 17 iyun 2025-ci il hal-hazırda Ucar rayonu Heydər Əliyev mərkəzinin qarşısındayım. Mən sosial şəbəkələrdən gördüm ki, video paylaşdılar ki, Heydər Əliyev mərkəzində fontan işə düşübdür, fontanı qoşublar. Gəldim ki, mən də burada biraz istirahət edeyim, həm də baxım əraziyə görə burada hansı cür işler görüblər. Gördüyünüz kimi həmin bu yerdə fontan işə salınıbdır. İnsanlar da gəlirlər, asudə vaxtlarını keçirməkdən ötürü, burada istirahət etməkdən ötürü gəlirlər. Belə bir xoş mənzərə yaranıb ki, fontan işləyir, bəzi insanlar gəlirlər, şəkil çəkdirirlər. Amma gördüyünüz kimi həmin bu gözəllik burada bitir. Belə bir fontan burada da var. Təəssüflər olsun ki, bu fontana suyu doldurublar. Yəni elə bir təsvir yaratmaq istəyirlər ki, güya ki burada da fontan işləyir. Amma burada fontan işləmir. Bax, həmin bu ərazidə fontan işləmir. Nümunə üçün gözmuncuğu buranı işə salıblar. Yaxşı olardı ki, həmin bu ərazidə olan bütün fontanlar işə salınsın. Yəni iş düzgün qaydada görülsün, tam şəkildə görülsün. Bu fontanın burada işləməyi, çünki burada yeganə belə deyək də, maraqlı olan bir burada fontandır. Başqa bu parkda nəsə insanların əyləncəsi üçün lazım olan hansısa bir şey yoxdur. Uşaqların əyləncəsi üçün bir atraksiyon, nəsə belə bir şey yoxdur ki, insanlar gətirsinlər, uşaqların burada istirahət eləsin. Bax, gördüyünüz kimi bura bu vəziyyətdədir. Yəni bura işləmir, buranı işlətmirlər. Halbuki buralar da əgər təmir olunsa, işləsə, həqiqətən çox gözəl mənzərə olar. Bax, görürsünüz, burada işləmir. Orada da bir deməli bax, fontan var, eyni buradakı kimi. Təəssüflər olsun ki, həmin biz bu fontanı işə salıblar. Bu da hardasa saat deməli 7-də işə salınır, saat 9-da da söndürürlər. Mən buradan səslənirəm Ucar rayon icra hakimiyyətinin rəhbərliyinə. Yəni burada görülən işlər yaxşı olardı ki, tam şəkildə görülsün. Hal-hazırda gördüyünüz kimi orada işıqlanma ilə bağlı daha doğrusu təmir işləri gedir. Buranın işıqlanması da yüksək şəkildə təmin olunmalıdır. Çünki yenə deyirəm, Ucar rayonunda yeganə görkəmli binaların olduğu bir yer, insanların istirahət etməsi olan bir yer buradır. Yəni burada bu vəziyyətdə olmağı, pis vəziyyətdə olmağı yaxşı bir şeydir. Ona görə xahiş edərdim ki, rəhbərliyə, Ucar rayon icra hakimiyyəti rəhbərinə, adi qurumlara burada işlər davam eləsin, işlər görülsün. Yəni bir dənə bu fontanı burada işlətməklə işlər qurtarmadı. İşlər davamlı şəkildə görülməlidir. Ucar rayon Könüllü İctimai Nəzarət Təşkilatının sədri Məmmədoğlu üçün.